Salam əziz həmkarlar. ABC Akademi testlərindən sınaq 1-in izahı. Şəkildə görmə qüsuru olan insan haqqında hansı fikir doğrudur? Baxırıq ki, xəyal torlu qişanı vurub keçib. Deməli, bu uzaqdan görmədir. Uzaqdan görməyə ayda baxaq. Yaxını yaxşı görür, xeyr, uzağı yaxşı görür. Göz alması uzunsov olur, xeyr, göz alması qısa olur. Billur qabarıqlığının zəifləməsidir, doğrudur. Uzaqdan görmə zamanı billur qabarıqlığı zəifləyir. Çöpcüklərin fəaliyyəti, yəni funksiyası zəifləyir, səhvdir. Həkim çökük linza yox, toplayıcı linza məsləhət bilir ki, toplasın, gətirsin. Deməli, burada oldu C variantı. Daxili qulaqda sümük labirintin daxilində maye hansı terminlə ifadə olunur? Bu köhnə kitablarda var, yeni kitabda yoxdur. Bu perilimfa adlanır. B bəndi. Dərinin epidermis qatında ola bilər. Dərinin epidermis qatında canlı hüceyrələr var, bəli, üst dəriciyin altında, yəni üst epidermisin altındakı epidermisdə. Üst hissəsi ölü hüceyrələrdir, bəli. Qan damarları yoxdur, dermadadır. Tər vəzlərinin axacağı, bəli, epidermisə açılır. Pi vəzləri də dermadadır. Deməli oldu 1, 2, 4. A variantı. Cədvələ əsasən X və Y-i müəyyən edin. Yuxu siklinin sayı, yuxu fazasının sayı 1 disiklim 2 fazadan ibarətdir. Bəs 8 faza neçə disikildir? 8-i böldük 2-yə, tapdıq 4. Deməli, X-imə aiddir 4. Yuxuya sərf olunan minimum zaman. 8 fazanın 4-ü ləng yuxudur, 4-ü də tez yuxudur. Minimum dediyi üçün ləng yuxu 1 saatdır. 4-ü vururam 1-i eləyir 4 saat minimum. Tez yuxu da 10-15 dəqiqədir. Sonuncu tez yuxu 20-30 dəqiqə. Minimum dediyi üçün 4 tezin biri sona düşür. Deməli 3 dənəsi 10 dəqiqə iləndir. 3 vurulsun 10. Üstə gələk sonuncu da 20 dəqiqə iləndir. Bu da eləyir 50 dəqiqə. Toplasam 4 saat ləngdə yatıb, 50 dəqiqə tezdə yatıb. Eləyir 4 saat 50 dəqiqə. Bu da elədir C variantı. Aşağıda 10 neyronun biri-biri ilə əlaqəsi göstərilmişdir. 3 nömrəli neyronda yaranan sinir impulsu hansı rəqəmlə verilmiş neyronlardan keçməz? Baxın, 3 nömrəli yaranan 3 nömrəlisinə bax əvvəlcə. 3 hardadır? Burada. Siz bilirsiniz ki, ötürülmə, dendrit, cisim, akson hissədə ötürülmə baş verir. Sənə deyir ki, keçməz. Əlbəttə ki, mütləq 1-dən keçməyəcək, bir də 2-dən keçməyəcək. Daha sonra gəlirəm, 3-dən gəldim aşağı, dendrit, cisim, akson. Baxın, burada bu işarə aksondur. Məsələn, 3 ilə 4-ə baxın, bunun da bu hissəsi aksondur, bunun da bu hissəsi aksondur. Deməli, aksondan aksona keçid yoxdur, 4-ə də keçə bilməyəcək. Amma 5-ə baxın, aksondan dendritə keçə bilər 5 ilə. Əlavə olaraq, məsələn, buradan da gəlir, yenə aksondan dendritə 6 ilə də keçə bilər. Yenə 7-yə də aksondan dendritə keçə bilər. Amma baxın, 5-in aksonundan 10-un aksonuna keçə bilməz. Çünki aksondan aksona keçid yoxdur. Ötürülmə, dendrit, cisim, akson sıralaması olur. Deməli, 5-də də oldu A variantı. Şəkildə təsvir olunan X vəzi, X vəzi məadaltı vəzidir. Məadaltı vəzidə insulin, bir də glikagon hormonu sintez eləyir. Deyir, X vəzinin sintez etdiyi hansı maddə həzm kanalının Y hissəsində rast gəlinməz? Y-də 12 barmaq bağırsaqdadır. Baxın, üstəsən bir hormon hazırlayır, bir də fermentlər hazırlayır. Hazırladığı fermentlərin axacağı 12 barmaq bağırsağı açılır. Yəni, mən lipazadır, amilazadır, tripsindir, nukleazadır, bunları Y-də görə bilərəm. Amma hazırladığı insulinlə glikagon hormonu birbaşa qana açılır. Mən bunu Y-də görə bilməyəcəm. Bu da oldu D bəndi. İnsan tez yuxu fazasında sonunda oyanmaq şərti ilə maksimum yuxu disikli yatmışdır. Maksimum disiklim 5-dir. Bir disiklimdə 2 faza olduğu üçün bu eləyir 10 faza. Bunun 5-i ləng yuxuda düşür, 5-i də tez yuxuya düşür.
Deyirlən yuxu minimum saat, yəni 1 saat. 5-i vururam 1-ə eləyir 5 saat. Deməli 5 saat ləncdə yatıb. Tez yuxu maksimum. Bilirəm ki, tez yuxum 10-15 dəqiqədir, maksimum 15 götürəcəm. Sonuncu tez yuxum da 20-30 dəqiqədir. Deməli bu 5 dənə tezin biri sonuncuya düşür, yerdə qalan 4-ünü 15 dəqiqə ilə yatıb. 4 vurulsun 15, üstə gələk sonuncunda 30 dəqiqə ilə yatıb. Bu da eləyir 4-ü 15-ə vuranda 60, 60-ın da üstünə 30 gələndə eləyir 90 dəqiqə. 90 dəqiqə də 1 saat yarım deməkdir. 5 saatın üzərinə 1 saat yarım gələndə eləyir 6 saat 30 dəqiqə. A variantı. İnsanın baş beyin yarımkürələrinin qabığının hansı payları zədələndikdə yaddaş ata bilər? Əsasən bu itə bilər. Kitabda var, alınla gicgah, yəni zədələndikdə yaddaş itir. Bu da elədir A variantı. Aşağıdakı cədvəldə bir xəstəyə verilən vitaminlər nəticəsində xəstənin vəziyyəti göstərilmişdir. Baxın, məsələn, birincidə A, D, Y verəndə xəstənin vəziyyəti sağalıb. İkinciyə baxıram, A, B, K verəndə sağalmayıb. Deməli, A vitamini deyil bu. Əgər A vitamini olsaydı, ikinciyə də plus qoyulardı. Sonra D vitamininə baxıram. Birincidə D vitamini verəndə sağalıb, burada da D vitamini verəndə sağalıb. Deməli, D ola bilər. Bu qalsın burada. Sonra Y vitamini baxıram. Birincidə Y verəndə sağalıb, sonuncuda verəndə sağalmayıb. Deməli, Y də deyil bu. Əgər Y olsaydı, sağalardı. Buradan A-nı da çıxdım. Qalır B. Baxıram, ikincidə B verəndə sağalmayıb, sonuncuda da B verəndə sağalmayıb. Deməli, heç B vitamini də deyil. C ilə K-ya baxıram ki, heç sağalma yoxdur. Burada da baxıram, B deyilsə B-ni çıxıram, Y də deyil, amma D verəndə sağalıb. Gördünüz, həm burada D vitamini olanda sağalır. Deməli, bu xəstəlik çatışmayan hansıdır? D vitaminidir ki, mən D vitamini verəndə bu xəstəlik yəni sağalır. D vitamini hansı xəstəliyi əmələ gətirir? Raxit xəstəliyini əmələ gətirir. C variantı. İnsan cəmi 8 yuxu fazasında yatıb. Deməli, bunun 4-ü ləngdədir, 4-ü tezdədir, yarı-yarıya olur. Deyir, fazaların maksimal davam etmə müddəti şəraitində. Ləng faza maksimal deyirsə 1/5-dir. 4-ü vururam 1/5-ə. Bu deyir 6 saat. Bunu buradan qeyd elədim. Tez yuxumda biri sona düşür, 3-ü ortaya düşür. Deməli, 3-ün 15 dəqiqə ilə yatıb, sonuncunda 30 dəqiqə ilə yatıb. 3-ü 15-ə vuranda eləyir 45, 45-in üzərinə də 30 gələndə eləyir 75. Yəni 1 saat 15 dəqiqə, 75 dəqiqə 1 saat 15 dəqiqə deməkdir. 6 saat ləngimdədir, 75 dəqiqə də tezimdədir. 6 saatın üzərinə 75 dəqiqə, yəni 1 saat 15 dəqiqəni gələndə eləyir 7 saat 15 dəqiqə. C variantı. İnsanda səsin yüksəkliyi ilə səs telləri arasında məsafənin asıllıq qrafiki, səs telləri biri-birinə yaxın olduqda insan danışır, uzaq olduqda insan susur. Deməli, tərs mütənasibdir. B bəndi. İnsanda dərinin funksiyasına aid deyil. İstilik tənzimində iştirak edir, doğrudur. Artıq duzların bir qismini kənarlaşdırır, doğrudur. D vitamini sintez edir, doğrudur. Dəri qan yaranmada iştirak eləmir. Bədənin ultrabənövşəyi şüalarının təsirindən qoruyur, doğrudur. Dalğa halında olan qıcıqların təsirindən əmələ gələn impulslar baş beyin yarımkürələrinin hansı şöbəsində analiz edilir? Deməli, hansı şöbəsində analiz edəcək? Dalğa halında mən görməni, bir də eşitməni görə bilərəm. Yəni, qəbul edə bilərəm. Görmə ənsədə, eşitmə də gicgahda. Bu da olacaq 1, 4. Eşitmə analizatorunun ilk hissəsi harada yerləşir? Eşitmənin mərkəzində, yəni ilbizdə. İlk hissə ilbizdədir. Görmə də desə torlu qişada. Nöqtələrin yerinə uyğun gələn variantı yazın. Yaxından görmə uzaqdakı əşyanın xəyalı torlu qişadan öndə alınmasıdır. Səbəbi göz almasının uzunsov olması və ya billur qabarıqlığının artmasıdır. Deməli olur 1, 3, 5. Bu deyir A variantı. Şəkildə göstərilən qüsurlara səbəb ola bilər. Bax, bu uzaqdan görmədir. Uzaqdan görmədən səbəbləri biz tapmalıyıq. Göz alması uzunsov yox, qısa olur. Göz almasının qısa olması 2, billur qabarıqlığının zəifləməsi 3. Billur qabarıqlığının artması yaxından görmədir. Maddələr mübadiləsi də buna aid deyil. Deməli 17-də oldu B variantı.
Daha sonra 18. Deyir insanın maksimum yuxu siklində yatmışdır. Deməli 5 ləngdə yatıb, yəni 5 sikldə, o da 10 faz eləyir. 5-də tezdə yatıb. Ləng yuxu fazalarının davam etməsi minimum. Deməli bu eləyir 1 saat, cəmi 5 saat. 5-i vurdum 1 elədi 5 saat. Tez yuxu fazlarının davam etmə müddəti maksimum. 5 dənə tezimin biri sona düşür, 4-ü ortaya. 4-ü vururam 15-ə, üzərinə gəlirəm 30. Bu da eləyir 60 dəqiqə. 60 dəqiqənin üzərinə də 30 gələndə eləyir 90 dəqiqə. Yəni 1 saat yarım. İndi deyir ki, tez yuxu, ləng yuxudan neçə dəqiqə çoxdur? 5 saatdan çıxıram 90 dəqiqəni. Yəni 5 saatdan çıxacam 1 saat yarım mı? Bu da eləyəcək 1 saat yarımı çıxanda 4, 3 saat 30 dəqiqə. B bəndi. Burada nə deyir? İnsanda müvazinət orqanına aiddir. Biz buradan müvazinət orqanını tapmalıyıq. Müvazinət orqanına aiddir yarımdairəvi kanallar. Burada da 3 nəyin göstərilib. Seçenova görə baş beyin reflekslərinin ikinci hissəsi, Seçenova görə oyanma və tormuzlanma, bir də davranış. Oyanma və tormuzlanma mərkəzə aiddir. Yəni bunun ikinci hissəsi mərkəzdir. Refleks qövsünün neçənci hissəsinə? Yəni refleks qövsünün neçənci hissəsi mərkəzdə? Əlbəttə ki, üçüncü hissəsi. C variantı. İnsanda daxili qulağın quruluşuna aiddir. Daxili qulağın quruluşuna aid olacaq. Bax, oval pəncərə bəli. Yevstaxi borusu xeyir. Oval kisəcik bəli. Çəkic xeyir. İlbiz bəli. Dəhliz bəli. Təbil pərdəsi xeyir. Oldu A, C, Y, F. Bu da eləyir A variantı. İnsan maksimum yuxu fazasında yatmışdır. Yəni 10 fazada yatıb. Bunun 5-i ləngdir, 5-i tezdir. Tez yuxu fazalarının davam etmə müddəti 70 dəqiqə. Bunu buradan qeyd elədim. Bir dənə ləngimi tapacam. Maksimum yatıbsa 5-i vuracam 1/5-ə. Maksimumdur da. 5 ilə 5-im 25, bir dəfə 5-im 5, 75. Yəni 7 saat yarım yatıb. Yəni 7,5, 70 dəqiqəmdə 1 saat 10 dəqiqə deməkdir. Yəni 7 saat yarımın 7 saat 30 dəqiqənin üzərinə gələcəm 1 saat 10 dəqiqə. Çünki 70 dəqiqəmdə 1 saat 10 dəqiqə deməkdir. Bu da eləyir 8 saat 40 dəqiqə. D variantı. İnsanda şərtsiz refleksə aiddir. Şərtsiz refleks irsidir, yox. Daxili maye mühitinin irsidir, əslində düzdür. İradidir yazıb, yox. Daxili maye mühitinin sabitliyini təmin edir, bəli, B variantı. İrsi deyil, irsidir. Fərdidir, səhvdir. Həyat təcrübəsi nəticəsində qazanılır, səhvdir. Deməli 23-də oldu, B variantı. Həkim xəstənin gözünü müayinə edərkən onda yaxından görmə qüsurunu aşkar etmişdir. Həkim xəstəyə məsləhəti nə ola bilər? Yaxından görmədisə səpici linzalı eynəkdən istifadə, elə A variantı. Verilənlərdən hansı sanqivik temperament tipinə aid olan xüsusiyyət deyil? Sanqivik əsasən bu 9-cu sinif kitabında var. Qayğısızdır, düzdür, soyuqqanlıdır, düzdür, dünya görüşlüdür, təmkinlidir, düzdür. Amma adama yovuşmaz deyil. C variantı. İnsan maksimum yuxu sikli baş vermişdir. Yəni 10 faza. Bunun 5-i ləngdir, 5-i tezdir. Ləng və tez yuxularının minimal müddətdə 5-i vuracam 5 saat ləngdə yatıb, tezdə deyəndə 4-ü vururam 10-a, üzərinə də gəlirəm 20-ni. Bu deyir 60 dəqiqə. Yəni 1 saatda bunda yatıb. Deyir ümumi davam etmə müddəti ləng tezdən nə qədər çoxdur? 5 saatdan 1 saata çıxıram, o deyir 4 saat. Y variantı. Şərtsiz reflekslərə aiddir. Mən buradan şərtsiz refleksləri tapmalıyam. Nəsildən nəslə keçir, xeyr. Növə əmələ gətirən, şərtsiz refleks nəsildən nəslə keçir, bəli. Növə əmələ gətirən fərdlərin hamısını əhatə edir, bəli. Əmələ gəlməsi üçün spefsik qıcıq tələb olunur, bəli. Refleks qövsü baş beyin yarımkürələrinin qabığından keçir, xeyr, bu şərtiyə aiddir. Orqanizmin bütün həyatı boyu qalır, bəli. Deməli 27-də oldu. D variantı. 28. Uşaq ona verilən 3 bucaq, 4 bucaq və kürə formasında olan əşyaları ayrı-ayrı qruplaşdırır. Yəni bu 3 bucaqdır, bu 4 bucaqdır. Qruplaşdırma varsa bu ümumiləşdirməyə aiddir. D variantı. Öd tipli sinir sistemi. Öd xorikdir, qıcqırdan. Onlar da nə olur? Öd tiplilər xüsusiyyəti deyil. İnatkardır, düzdür. Qətiyyətli, düzdür. Qıcıqdır, düzdür. Enerjilidir, düzdür. Soyuqqanlı deyil. D variantı.
İnsanın minimal davam etmə müddətindən istifadə etməklə 5 yuxu tsikli. Bir tsiklim 2 fazadır. Bu eləyir 10 faza. 5-i ləngdir, 5-i tezdir. Minimal deyirsə 5-i vururam 1-ə, 5 saat ləngdə yatıb. Minimal deyirsə 4-ü vururam 10-a, üzərinə də gəlirəm 20-ni. Bu eləyir 1 saat, yəni 60 dəqiqə. 1 saat da tezdə yatıb. 5-in üzərinə də 1 gəlirəm, eləyir 6 saat. B variantı. Daha sonra insanın dərisinin qatları xaricdən daxilə doğru, xaricdən epiteldir, daxili derma birləşdiricidir, pi də birləşdiricidir. Bu da eləyir C variantı. Hansı rəqəmdə verilən hissədə səs dalğaları sinir impulsuna çevrilə bilər? İlbizdə əlbəttə ki, yəni mərkəzində. Bu da eləyir 4. 4 də aiddir D variantına. Şəkildə fərqli görmə. Bax, A variantında xəyal torlu qişadan öndə alınıb. Bu yaxından görmədir. B variantında sonda alınıb. Bu da uzaqdan görmədir. Uzaqdan görmə qüsurudur B-yə. Andan gəlmə səbəbi göz almasının qısa olmasıdır B. Sonradan qazanılma səbəbi billurun qabarıqlığının zəifləməsidir B. Sonradan qazanılma səbəbi billur qabarıqlığının artmasıdır A. Andan gəlmə səbəbi göz almasının uzunsov olması da A. Yaxından görmə qüsurudur A. Deməli, A-ya aiddir 4, 5, 6, B-yə də aiddir 1, 2, 3. Bu da eləyir B bəndi. İnsanın tez yuxu fazasının sonunda oyanmaq şərti ilə maksimum yuxu siklində, siklim 4-5-dir, maksimum deyirsə 5 götürürəm. Bir siklimdə 2 fazadır. Bu da eləyir 10 faza. 5-i ləngə düşür, 5-i tezə düşür. İndi ləng yuxu fazası maksimal. Yəni 5-i vururam 1/10-5 eləyir 7/5. Tez yuxu fazası minimal, yəni 4 dənəsinin 10 dəqiqə ilə yatıb, sonuncusunu 20 dəqiqə ilə yatıb. Bu deyir 60 dəqiqə. Neçə saat yatmış olar? 7 saat yarımın üzərinə 60 dəqiqə 1 saat gələsən, o da eləyəcək 8 saat yarım. C variantı. Aşağıda şəkildə təsvir olunan göz qüsurunun səbəbi aşağıdakı rəqəmlə verilən strukturla əlaqəlidir. Göz quruluşunun səbəbi billurdur da bu. C variantı olacaq, 3 ilə əlaqədardır. Billur qabarıqlığının artması, azalması nəticəsində yaxından görmə, bir də uzaqdan görmə yaranıb. Eşitmə analizatorunun birinci hissəsi hansı rəqəmlə verilmişdir? Eşitmə analizatorunun birinci hissəsi. Birinci hissəsi oyanma. Oyanma da reseptor sahə, bu da elə 4-də baş verir. D variantı. Şərtsiz refleksə aiddir. Nəsildən nəslə keçmir, yox keçir. Növə mələkətlən fərdlərin hamısını əhatə etmir, yox edir. Əmələ gəlməsi üçün spefsik qıcıqlar tələb olunmur, yox olunur. Refleks qövsü baş beyin yarımkürələri qabığından keçmir, düzdür. Müəyyən zaman sonra sönür, yox sönmür. Yenisi ilə əvəz olunur, yox olunmur olmalıydı. Bu da eləyir D variantı. Tər vəzləri haqqında hansı fikir doğrudur? Baxaq. Qarışıq vəzidir, xeyr, xarici sekresiya vəzisidir. Axacaqları epidermisin üst qatından xarici açılır 2. 2 metr kvadrat dəridə 2 milyon olur, düzdür. 1 metrdə 1 milyonsa 2 metrdə 2 milyondur. Axacaqları tüklərin soğanağına açılır, xeyr. Xarici sekresiya vəzilərdir, düzdür. Oldu 2, 3, 5, B variantı. Nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edin. Şərti refleksin öyrənilməsi ilə əlaqədar itlər üzərində aparılan təcrübələrdə lampanın yanması zamanı ağız suyunun ifrazına səbəb beyin qabığının qida mərkəzi ilə görmə mərkəzi arasında müvəqqəti əlaqənin yaranmasıdır. 2, 6, 4. C variantı. Burada nə deyir? Uyğunluğu müəyyən edin. 1, 4, 2, 3. 1-ə nə aiddir, 2-yə nə aiddir, onu müəyyən etməliyik. Məsələn, baxın, 1-ə qoxunu götürə bilərəm, yəni 1-ə A-nı götürə bilərəm. Sonra 2 təpə hissəsində yerləşir. Təpiyə nəyə götürüm? 2-yə məsələn, iradə hərəkətlər, B-ni götürə bilərəm, dəri əzələni götürə bilərəm. 3 ənsədir, 3-ə aiddir görmə, D-ni götürə bilərəm. Sonra 4 əsasən bu da alın istiyə gedir. Buna da qidanı götürə bilərəm, dili, yeni götürə bilərəm. Sonra 5 də gizgaha gedir, 5-ə də qulağı, C-ni götürə bilərəm. Deməli 1A, 2B, 3D, 4Y, 5C. Bu da eləyir B variantı.